Motor qayıt. Deməli, bunun izahını verək. Bir dənə də buradan bir Word açaq. Bu tapşırıqda, belə deyək də, aşağı hissə asandır. Yəni, cədvəl yaradırsınız, tutaq ki, yaratdınız, məsəl üçün də indi sayarsınız da. Bütöv seçərsiniz. Bunun fikir verirsiniz, sol və sağ hissələri nədir? Yoxdur. Bunu haradan eləyəcək? Dizayn alət tabında bordersə girəcəksiniz. Left, bir dənə də right eləsəz, nə olacaq? Çıxıb gedəcək o hissələr. Aydındır. Çətin bir şey yoxdur. Bunun məsafələrini bəs necə artırarıq? Gəlir burada cell size var. Burada height nədir? Hündürlüyü. Hündürlüyü biraz artırsaq, bu da artar. Aydındır. Bu yazıların ölçüsü 8 punkt olacaq. 8 punkt kiçiklə olacaq da. Başa düşürsünüz. İstəyirsən o qapını bağlı, qapı deyirəm, pəncərəni bağlı. Buradakı yazıların, sən də istəyirsən o qapını bağlı. Buradakı yazılar bildiniz də 8 punkt olacaq. Yəni balaca yazacaqsınız. Deməli, 3-cü papka 5, 6, 7. 3-cü papka 5, 6, 7. Hələ ki izaha fikir ver. Deməli, burada bunları yazanda bilirsiniz də, bu ən son bitən sözə uyğun olaraq, məsələn, onun sözündən bitməyib. Siz də misal üçün də bunları belə çəkərsiniz də. Burasını bilirsiniz də. İndi gələk bu hissəyə. Tutaq ki, burada siz yazılar yazmışsınız belə. Nəsə də xəttləri çəkmişsiniz belə. Gəlin bunu kopyalayaq, vaxt getməsin. İndi bizə lazımdır bu hissəni yaratmaq. Bunu iki cürə yaratmaq olar. Fiqurla da yazmaq olar, əslində qalsa. Fiqurla yaratsaq, şefilin içində boş edəcəyik də. Amma təbii ki, bunlar cədvəl tapşırıq olduğu üçün mən istəyirəm onu cədvəllə yaradırsınız. Bunu necə eləyə bilərik? Məsələn, kursları hələləyib, normal bir yerə qoyaq. Misal üçün, boş olan bir hissəyə qoyaq. Boş hissədə bir dənə table gedib, bir dənə xana seçirik. Aydındır. Bir dənə xana seçəndən sonra bunu götürürəm, nə edirəm? Balacalaşdırıram, buradan da nə edirəm? Böyüdürəm. Aydındır. Sonra nə edirəm? Bunu qulağından götürürəm. Hansını sol düyməsini basıb saxlayaraq çəkirəm bu tərəfə doğru. Vəssalam. Qurtardı getdi. Aydındır. İndi orada yazılar əslində qalsa biraz belədir orada. Düz deyil. Yəni bunu lazım yerə çəkirsiniz də. Yəni bu formadır. Sadəcə burada içində yazacaqsınız da. Foto şəkil yeri nəsə. Bunda tən ortaya necə eləyərik? Bəli, layout-u girir, position deyil, alignment-dən o obyekt ID-dir, position. Tən ortaya eləyəsiniz, bir şey. Çətin bir şey yoxdur bu çalışma. İndi keçək növbəti çalışmaya. Bu çalışmada necədir? Bu çalışmada belə deyək, bunları rədd eləyək, bunu da seçək, buradan rədd eləyək. Baxın, bu aşağı hissənin məncə sizin üçün asan da olar. Əsas tema buradadır. Biz burada əslində qalsa bunu xana birləşdirmə yolu ilə əldə etmək olar. Amma mən bu çalışmanı belə deyək də, draw table alətinin tətbiq edilməsi üçün düzəltmişəm. Burada draw table'a girirəm. Bax, kursor yarım sönən hissəni görürsünüz də. Bax, bunun üst hissəsindən mouse'un sol düyməsini basıb saxlayıram. Bu təkkeşin yuxarı hissəsi var. Görürsünüz, burada qurtarır da. Yuxarı hissəsini görürsünüz də 16 yarım. Yəni bunu keçməyin də çalışın. Tutaq ki, mən biraz aşağı edirəm. Təxminən bu ölçüdə yaradıram da məsələn. Yaratdım. Sonra gəlirəm, nə edirəm? Mərkəzdən bir dənə belə xətt çəkirəm. Bunu da çəkəndən sonra layout tabında, draw led qrupunda burada nə var? Eraser var. Eraser nədir? Pozan. Pozanla bu hissəni nə edirəm? Silərəm. Aydındır. Daha sonra girirəm yenə bura. Burada draw table var. Bu draw table iki dənə yerdə. Bir layoutda draw length qrupunun içindədir. Biri də insert tabının içindədir. Aydındır. İki dənə yerdədir bulanır. Və burada başlayıram. Deyirəm, bu xəttləri çəkməyə də tutaq ki. Bax, fikir verin, mən burada bir dənə az götürürəm bunu. Məsələndə. Amma bu biraz nə olur? Böyüyür. Bunun səbəbi nədir? Abzaslar arası boşluq var. Bu bəli, tapşırıq işləməmişdən qabaq, bəli, 0 eləyək ki, ən minimal verəndə fikir verirsiniz, ən minimaldan olsun da. Çünki bəzi xəttlər
aralıdır, bəziləri yaxındır. Tutaq ki, təxminən də indi çəkirsiniz belə, misal üçün, təxminən burada da çəkdik belə. Tutaq ki, burada da çəkdik belə, məsələn. Sonra burasını da çəkək. Tutaq ki, burada təxminən çəkdik. İndi bizə nə lazımdır? Bizə lazımdır. Dəqiqə. Bu 2, 3, 4. Bu hissədə. Gəlin karandaşdan çıxmaq üçün nəyə basırıq? Eski basırıq. Bunu biraz aşağı edeyim. Çox yuxarıda oldu. Fikir verin, mən bunu aşağı edəndə digəri də getdi. Digəri də getdi. Eyb yox. Bunları götürüb nə edirəm? Yuxarıda artıram. İndi mən bu hissəni çəkmək istəyirəm. Düz deyil. Gəlirəm Draw-ya, Draw Table-a. Baxın, bu hissəyə gətirirəm. Niyə? Simmetrik olsun da. Bax, burada belədir də. Düz deyil. Gətirirəm burada. Diagonal formata aparacağım. Baxın, diagonal formata aparıram. Fikir verdiniz? Baxın, diagonal. Diagonal necədir? Belədir də, yəni. Diagonal formada aparanda fikir verirsiniz, bu uca əmələ gəlir hazır. Qoydum bura, sonra da nə edirəm? Kusoklara ayırıram bunları. Sonra da içində qoyub yazı yazacağım da. Təbii ki, uyğun gəlməyəndə yazılar, yəni gəlib burada sağ-sol eləyəsiniz də. Aydındır. Çətin bir şey yoxdur. Sonra qoyub yazı yazarsınız da, burada çətin bir şey yoxdur. Bu hissələr ortaya düzlənir və s. və axırı. Hətta belə bir şey də eləmək olar. Məsələn, əvvəlcədən yazıb, sonra da xətti də çəkmək olar. Yəni necə? Bəlkə yazmısınız belə. Bilirsiniz ki, bu qutaracağı buradır. Buradan çəkə bilərsiniz. Xətti elə də eləmək olar. Əksinə, məncə birinci yazıb sonra çəkmək yaxşı. Nəyə görə? Gözəyəri çəkəndə ola bilərsən bunu belə çəkərsən. Sonra yazanda görərsən ki, sən demə. Düz deyil, olsa da yəni, problem deyil. Uzaq başı niyə necəksən, yuxarı çəkəcəksən. Yəni, eyni şey gəlib çıxır. Başa düşürsünüz? Yəni, artıq olsa belə yuxarı çəkəcəksiniz. Bu belə, bu çalışmanın da izahı getdi. Keçək növbəti çalışmaya. Bu çalışma da karandaşla çəkilən çalışmadır. Burada da yenə insert tabına giririk, draw table-a giririk. Daha doğrusu table-a, oradan da draw table-a. Yenə bilizlə kursor sönüb yan hissədən götürürəm. Baxın, yəni bu bilizlə bu boz hissəni keçmir də, yəni. Tutaq ki, təxminən bu ölçüdə çəkdik təxmini də. Söz götürürsünüz, neyiniz bir içində yazılarını yazırsınız da belə, aydındır. Nəsə yazırsınız belə, aydındır. Nəsə xəttlər, zatlar çəkirsiniz. İndi gəlir bu hissə. Bu hissəyə gələndə bəzi tələbələr gəlir insertdən cədvəli bu formada yaratmaya çalışır. Amma yaradanda nə problem yaranır? Cədvəllə xətt arasında nə olur? Burada boşluq olur da. Bu hissədə boşluq olur. Amma şəkildə necədir? Bu boşluq yoxdur. Demək ki, bu üsul edilməyib. Demək ki, burada cədvəl hamısı draw table-la nə olub? Çəkilib də. Bilirsiniz də, ya buradadır, ya da ki, layout-da draw length qrupun içindədir. Eyni alətdir. Başlayırsınız bunları bir-bir çəkməyə. İndi burada da bir əmma var. İndi onu da izah edəcəm. Dəqiqə, səliqəsiz oldu. Səliqə ilə bunları çəkirsiniz də. Biraz bunun liqasını kiçildək, tam görək. Başlayırsınız bir-bir çəkməyə də. İndi baxın, sayırsınız burada. Neçədəndir bu? 1, 2, 3, 5, 6, 7, 8. Baxın, 8 dənəsi axıra kimi nədir? Yəni, sütun xəttləri olan sətirdir də. Misal üçün, çəkirsiniz burada 8 dənə. İndi vaxt getməsin deyə 8 dənə çəkmirəm. Və s. da. Burada da gəlirsiniz, sütun xəttlərini çəkirsiniz. Belə aydındır. Bura kimi qərbi nəsə qeyri-adi bir şey yoxdur. İndi fikir verin. Qalan bu ikisində fikir verin. Qalan bu ikisində sütun xəttləri daha yoxdur da. Düz deyil. Tutaq ki, qalan ikisini çəkək. Qalan ikisini çəkək. İndi burada fikir verin. Ən sonuncuda davam edir də sütun xətti. Çəkirik bura. Düz deyil. Çəkdik. Fikir verirsiniz, bu uyğun gəlmədi xətt. Əla. Bunun olma super oldu. Çünki problem olsun ki, həllini eləyə bilək. Məsələn, bax, bu hissəyə bir dənə yaxınlaşaq. Bax, bu hissədə fikir verirsiniz, gəlirəm bunun üstünə, fikir verirsiniz, düz onun üstünə oturmur. Fikir verirsiniz, biraz kənarına gedir. Bax, belə situasiya ilə qarşılaşsınız. Tək bu çalışmaya aid deyil, bütün cədvəl şeylərində. Alınmayanda o birisi ilə eləmək lazımdır. O birisi ilə eləyəndə alınacaq. Yəni, bu bir xətlə eləyək. Fikir verdiniz, nə oldu? Biri alınmayanda həmişə o birisini yox.
Gəlirik bax bu hissəyə. Bu hissəni necə əmələ gətirəcəyik? Girəcəm bura, yenə draw table-a girəcəm. Bunu axıra kimi çəkirəm. Düz deyil. Ekranı çəkə bir dəfə. Bir dənə də belə çəkirəm. Aydındır. Bəli. Draw table-a giririk, erase-ə giririk. Baxın, bunun üstünə vururam. Bunun üstünə vuranda gördünüz nə oldu? Bütöv getdi. Bütöv getdi. Onu bilərək elə elədim ki, o problemi də sizə göstərim. Üstünə vuranda bütöv gedir. Amma mousu sol belə kənardan belə aparanda, bildiniz? Kənardan aparanda ancaq birisində. Bu da bir incəlikdir. Aydındır. Esk düyməsini vururuq ki, neyniyək? Pozan alətindən çıxar. Belə. İndi bir dənə də bir şey deyim. Bundan öncəki çalışmada, bir də onu deyəcəm. Bunu bildiniz də, bunun izahını bildiniz. Aşağı hissəsi rahatdır zaten. Bu hissənin biraz özü 2-nin 2-yə cədvəldir də. Sadəcə bu M-yi yazılan hissə çəkəsiz aşağı böyüyəcək. Bu belə getdi. Bir dənə də bir şey deyim, bu bundan öncəki çalışmada. Mən qaytaram. Bunu belə əlini çəkməkdə o şeydən Bəli, hazır 2-nin 2-yə edirsən, sadəcə M-yi olan hissəni bəli, aşağı çəksən ki, uzun olsun. Bir dənə də bir şey deyim, məsələn, bu bəlkə çalışma var idi, bu çalışma. Bu bundan öncəki də. Bəzən belə bir şey də olur. İndi burada olmadı da. Məsələn, tutaq ki, bəzən olur pozanla biz birinci bunları çəkəndə pozanla solunu sağını sildik axı. Başa düşürsüz? Amma bəzən olur ki, orada tor xətti görsənir. Bəzi versiyalarda və ya bəzi qapılarda. Yəni bunu pasiv eləyəndə gedir bu. Əgər yəni siz pozanla siləndə hələ də burada tor xəttlər qalsa, Uyghurların üstündən nə edə bilərsiniz? Söndürə. Aydındır. Amma bu çalışmada məsələn pozanla ehtiyac yoxdur bunu eləməyə. Left, right ilə o tərəf getsin. Aydındır. Əslində qalsa burada da eləmək olardı bunu. Özü istəyirəm ki, burada pozan istifadə edin də. Bu iki tapşırıqda pozan istifadə edin ki, yəni o da yəni əliniz öyrəşsin də, yəni belə bir alət də var. Belə. Dizayndaydı da. Dizaynda order. Neyse, bir videonun sonuna geldik. İzlediğiniz için teşekkürler. Like edin, kanala abone olun.